Fitoterapevt Elnur Eldaroğlu deyir ki, bu çayların bəzilərinin tərkibi sağlamlığımızda təhlükə yarada bilər. Əslində arıqlama çayları tez-tez fikir verirsiniz, ildəmi 6 aydan bir hansısa bir formada dəbdə olurlar. Bəzilərinin tərkibini mən uzun müddət fitoterapiya ilə məşğulam, mən belə bilmirəm. O məhsulların isə əksəriyyətinin təsir mexanizmi bağırsaqları işlətmək, suyu qovma istiqamətindədir. Amma kimdəsə bəlkə də bilmədən bağırsağında hər hansı bir problem varsa, bu zaman onun bağırsağında ciddi fəsadlar verə bilər. Ondan hipotoniya kimi yan təsirlər yarana bilər, yəni təzyiq aşağı düşə bilər. Xüsusilə vacib minerallar var. Məsələn, kaliumun defisiti yarana bilər. Kalium defisiti yarandığına görə ürək ritminin artması ola bilər. Əgər kimdəsə bilinmədən mədə eroziyası və yaxud da aktiv mədə və 12 barmaq bağırsaq xorası varsa, bu zaman onları aktivləşdirə bilər. Detoks çaylarının gündə bir dəfədən artıq istifadəsi məsləhət deyil. İnsanlar tanımadıqları məhsulu alıb içmək əvəzinə özləri də hazırlaya bilərlər. Məsləhət görərəm ki, niyə kökəlirsiniz? Niyə kökəlmənin səbəbi nədir? Bunu tapın. Qalxına bənzəri vəzi xəstəliyi ola bilər, elə şəkərli diabetin qeyri-düzgün və yaxud da qidaya əməl etmədən formada artması zamanı belə yenə piylənmə ola bilər. Ziyansız arıqlamaq üçün istifadə olunan bitkilər qrupu var. Mən buraya aid eləyə bilərəm. Məkkə gülü bitkisini, hamının tanıdığı və bizim ən çox istifadə etdiyimiz yaşıl çay, yarpızın özünü istifadə edə bilərsiniz. Sonra bizim rozmarin, biberiya adla tanınır. Bu bitkilərdən önəmə şəkildə istifadə edin. Əlbəttə, Məkkə gülü təzyiqi aşağı sala bilir. Su istifadə etməyin. Sadəcə olaraq normasında istifadə edin. Arıqlama çaylarının çoxun tərkibində kofeinlər olduğuna görə yuxu pozula bilir. Sağlam arıqlamaq üçün aktiv həyat tərzi, idmanla məşğul olmaq, yağlı qidalardan uzaq durmaq və piyada gəzmək mütləqdir. Xroniki xəstəliyi olanlar, yaşlılar, uşaqlar və xüsusilə də hamilə qadınların arıqlama çaylarından istifadəsi tövsiyə olunmur. Elnur Eldaroğlu, Yunis Yusubov.